Salam əziz izləyicilər. Bugünkü mövzumuz xəbərdir. Xəbər mübtədədən sonra ikinci baş üzdür. Mübtədə sadəcə ad bildirir. Özlüyündə heç nə demir. Yalnız cümlədə o xəbərlə əlaqələndikdən sonra hər hansı bir məlumatı çatdırır. Xəbər verir. Xəbər ya mübtədəyə aid hərəkəti işi, məsələn, adil gəlməlidir. Adilin hərəkəti gəlməlidir xəbər. Külək əsir, əsir hərəkət bildirir. Və ya mübtədəyə aid hökmü bildirir. Sən həkimsən, qız gözəldir. Sadəcə başa düşmək lazımdır ki, hərəkət deyəndə feillər, hökm deyəndə isə adlar nəzərdə tutulur. Ona görə də bunlara xəbərlər ikiyə bölünür. Feil xəbər və ismi xəbər. Xəbər cümlədə mübtədədən sonra ən müstəqil üzdür. Yəni, yalnız o mübtədəyə tabidir. Cümlədə tamamlıq, zərflik, xəbərlə ya idarə, ya da yanaşma əlaqəsilə bağlanır. Təyin isə ismi xəbərlərlə yanaşma əlaqəsilə bağlanır. Cümlədə xəbərin düzgün müəyyənləşdirilməsi cümlənin təhlilində mühüm şərtdir. Mən bu vaxtda növbəti videoda geniş danışacağam. Biz cümlədə adətən əvvəl xəbər tapırıq. Madəm ki, mübtədə əsas tabi olmayan üzdürsə, nə üçün biz xəbərdən tabi olandan başlayırıq? Xəbər evin xanımıdır, evin anasıdır. O yalnız kişiyə tabidir. Digər üzvlər isə ona tabidir. Və məlum şeydir ki, evdə xanımın əsas iş yeri mətbəxdir. Normal cümlələrdə xəbər adətən cümlənin sonunda gəldiyindən biz əvvəlcə xəbəri tapır, sonra mübtədənin sualı ilə xəbəri oxuyur və aldığımız cavab mübtədə olur. Deməli, əslində biz əlaqəni pozmuş oluruq. Xəbərdə dedim ki, iki qrupa bölünür. Feil xəbərlər, ismi xəbərlər. Feil xəbərlər, feilin əmr, xəbər, arzu, vacib, lazım, şərt şəkillərində işlənən feillər feili xəbər olur. Məsələn, mən gəlim, əmr şəklidir. Otaq təmizlənsin, əmr şəklidir. Yağış yağdı, şuurlu keçmiş zaman xəbər şəkli. Biz sevinəcək, qəti gələcək zaman xəbər şəkli. Daha digər zamanlara aid nümunə demirəm. Gərək dostumla görüşən arzu şəkli. Sabah dərslər başlamalıdır, vacib şəkli. Bugün sizə gələsiyəm, lazım şəkli. Dərsi öyrənsəm, şərt şəkli. Ona görə də bunun sualları nə olacaq? Nə et? Üstə gəlmişsin, feilin şəkillərini bildirən şəkilçi və müxtəlif şəxslərdə. Məsələn, belə deyək də, nə edim, nə edim, nə edək, nə et, nə etsin, nə etsinlər, nə etməliyik, nə edəsilik və s. şəxslər üzrə dəyişir. Bir sözlə sualın əvvəli gəlməlidir, nə et? Əgər bu suala cavab verirsə, bu feili xəbərdir. Nəticə çıxacaq. Deməli, feili xəbər nədir? Feili xəbər, feilin 6 təsriflənən formasında biz buna feilin şəkilləri deyirik, olan xəbərlərdir. İsim xəbərdir. İsmi yerdə qalan bütün xəbərlər ismi xəbərlərdir. Buraya nələr daxildir?
Yazdığım buradaki sırada 6 yazdıklarım sözlərə əgər şəxs şəkilçiləri, idi, imiş, işə istədikləri və deyil sözü artırılırsa, onlar cümlədə xəbər olur. Deməli, adlar, isim, sifət, say, əvəzlik, zərf, əgər şəxs şəkilçisi, eləcə də idi, imiş istədiklərini, deyil sözünü qəbul edirsə, cümlədə xəbər vəzifəsində işlənir. Belə deyək, adların xəbər vəzifəsində işlənməsi üçün bunlardan hər hansı birini qəbul etməsi gərəkdir. Məsələn, bu qələmdir. Qələm sözünə dil şəkilçisi. Qız gözəldir. Dil şəkilçisi. Elə sözlər var ki, bunlar yalnız üçüncü şəxsin xəbər şəkilçisi qəbul edilir. Əlbəttə, adillikdə, bədillikdə ola bilər. Amma elələri var ki, bütün şəxsləri, fərz et ki, mən həkiməm, sən həkimsən, o həkimdir, biz həkimik, siz həkimsiniz, onlar həkimdirlər və s. Ona görə bunu nəzərə alın. Sən ikincisən, saydır xəbər vəzifəsində işlənmişdir. Günahkar bizdik, əvəzlikdir, biz xəbər vəzifəsində işlənmişdir. Növbən indidir, zaman zərfidə xəbər vəzifəsində işlənmişdir. Maşın irəlidədir, yer zərfində xəbər vəzifəsində işlənmişdir. Demək lazımdır, nəzərdə çatdırın ki, yalnız zaman və yer zərfləri xəbər vəzifəsində işlənə bilir. Digərləri xəbər vəzifəsində işlənməz. Deməli, bu adlara, bu şəkilçilər və yaxud hissəciklər və yaxud deyil sözü artırılırsa, xəbər olacaq. Məsəl üçün, qız gözəldir, ola bilər ki, qız gözəl idi, qız gözəl imiş, qız gözəl deyil və s. İkincisi, məstər və məstər tərkibləri ilə. Baxaq, məqsədim oxumaqdır. Oxumaq məstərdir, xəbər vəzifəsindədir. Məqsədim tibb ixtisası üzrə oxumaqdır. Tibb ixtisası üzrə oxumaqdır, olacaq məstər tərkibi və xəbər məstər tərkibi ilə ifadə olunmuşdur. Fe'li sifət və fe'li sifət tərkibləri. Bunlar eşitdiklərimdir. Eşitdiklərimdir xəbər, dıqdıc fe'li sifət şəkilçisidir. Fe'li sifət ifadə olunur. Bunlar dünən qardaşından eşitdiklərimdir. Bunlar müftədə dünən qardaşından eşitdiklərimdir. Bütövdə olacaq ismi xəbər. Söz xəbərlər. Söz xəbərlər nədir? Söz xəbərlər elə qrup sözlərdir ki, bunlar suala cavab verilir və həmişə təklikdə heç bir sözlə bağlı olmadan xəbər vəzifəsində işlənir. Buraya daxildir var, yox, bəs, gərək, lazım, mümkün və s. Məsələn, deyirəm, oxuduğum bəsdir. Sual verilmir. Bəsdir xəbərdir. Bizə silah gərəkdir. Xəbərdir. Mənim kitabım var. Sən bu arada yoxsan və s. Nümunələr artırmaq olar. Bir də deyirəm, bunlar həmişə müstəqil xəbər olurlar. İkinci və üçüncü növ təyin söz birləşmələri. Bu təzə dərd cəlbəlidir. Dərd cəlbəlidir, xəbərdir. İkinci növ təyin söz birləşməsidir. Söz dilimin ucundadır. Üçüncü növ təyin söz birləşməsi. Və nəhayət mürəkkəb adlarla. Bura Cəlilabad şəhəridir. Cəlilabad şəhəridir, mürəkkəb addır. Sözüm Azərbaycan Respublikası Təhsil Nazirliyinədir. Burada Azərbaycan Respublikası Təhsil Nazirliyi mürəkkəb addır və xəbər onunla ifadə olunmuşdur. Deməli, ismi xəbərlər deyəndə məhz bunlarla ifadə olunan xəbərlər nəzərdə tutulur. Əgər diqqət etsək, fe'li xəbərlərin sualı nə et, plus şəkilçilərdir. İsmi xəbərin sualı çoxdur. Elə nitq hissələrin hamısının sualına
bunları əlavə edəndə onun sualları olur. Kim idi, nə idi, kiməm, kimsən, ondan sonra kimədir və yaxud kim deyil, necədir, necəyəm, necəsən və s. Bunların hamısına aiddir. Məsdər təşkil üçüncü şəxsdə olur. Bunlar müxtəlif şəxslərdə ola bilər. Söz, xəbərlər də müxtəlif şəxslərdə işlənə bilər. İkinci növ təyini söz birləşməsi də müxtəlif şəxslərdə işlənə bilər. Mürəkkəb hallar isə əsasən üçüncü şəxsdə işlənir. Deməli, öyrəndik ki, dilimizdə fiilin şəkillərlə ifadə olunan xəbərlər, ismi xəbərlər, yerdə qalan bütün nitq hissələri, tərkiblər və söz birləşmələri, mürəkkəb adlarla və söz xəbərlərlə ifadə olunan xəbərlər isə ismi xəbərlərdir. Xəbərlər də müftədə kimi quruluşuna görə sadə və mürəkkəbdir. Hansı xəbərlərə sadə xəbərlər deyilir? Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə xəbərlərdir. Buraya daxildir isim, sifət, sair, əvəzlik, fiilin təsdiqlənən formaları, fiilin şəkilləri, məsdər, fiili sifət, zərif və söz xəbərləri. Ümumi şəkildə desək, əgər xəbər bu nitq hissələrindən biri ilə ifadə olunmuşsa, o ismi xəbərdir. Mən nümunələr yazıb vaxtınızı almaq istəmirəm, bəziləri deyim. Məsəl üçün ki, bu yağışdır, sən gözəlsən, o getdi, mən oxuyanam, biz içəridəyik, kitabım var və s. İndi hamısına nümunə demədim, artım olar. Burada bir şey bilmək lazımdır ki, fiilin şəkilləri, yəni fiili xəbərlər həmişə sadə olur, onun mürəkkəbi olmur. İndi burada bəzi məsələlər diqqət etmək lazımdır. Birdən bunlara idi, imiş, deyil sözü artırıldı. Fərz edək ki, məsəl üçün, otaq səliqəlidir, bir ismi xəbərdir, sadədir, sifət xəbərdir. Bəs birdən oldu, otaq səliqəli idi, otaq səliqəli imiş, otaq səliqəli deyil. Onda belə xəbərlər sadə yoxsa mürəkkəb xəbər götürülür. Bilmək lazımdır ki, idi, imiş, deyil sözləri xəbərin quruluşuna təsir göstərmir. Bunlar həmişə sadə xəbər olur. Yəni, otaq səliqəli idi, səliqəli imiş, səliqəli deyil, sadə xəbərlərdir. İkincisi, uşaqların ən çox səhv elədiyi məsələ tərkibi sözləri mürəkkəb xəbər hesab edir. Məsəl üçün, mənim ən çox sevdiyim rəqəm 17-dir. 17 iki sözdən ibarətdir. Lakin bilmək lazımdır ki, iki sözdən ibarət olsa da bu birləşmə deyil. Dilimizdə, isimlərdə və sifətlərdə tərkibi sözlər yoxdur. Tərkibi sözlər ayrı yazıda mürəkkəb sözlərə deyilir. Lakin digər nitq hissə, əsas nitq hissələrinin hamısında tərkibi sözlər var. Ona görə də bunlar sadə xəbər hesab olunur. Məsəl üçün, mənim növbəm bu gündür. Bu gün tərkibi zərfdir, sadə xəbərdir. Mən qardaşıma kömək etdim. Kömək etdim, tərkibi feildir. Dərslərimi hazırlaya bilmədim. Bilirik ki, ayə şəkilçisi söz bilmədim sözlə qoşularkən tərkibi feil əmələ gətirir. Hazırlaya bilmədim, burada tərkibi feildir, sadə xəbərdir. Bilmək lazımdır, feili bağlamaq heç zaman xəbər vəzifəsində işlənmir. Eləcə də tər zərifət zərifləridir, miqdar zərifləridir, xəbər vəzifəsində işlənə bilməz. Bundan başqa bəzi əvəzliklər də xəbər vəzifəsində işlənə bilmir.
Deməli, öyrəndik ki, sadə xəbərlər bunlardır. Nitq hissələrlə ifadə olunan xəbərlərdir. Bir daha təkrar edirəm. Burada ən çox diqqət edin. 1. Feilin şəkilləri həmişə sadə xəbərdir. İkincisi, tərkibi sözlər sadə xəbərdir. Feili bağlama xəbər vəzifəsində işlənmir. İdi, imiş, deyil sözləri qoşulan xəbərlər qoşulursa, o xəbərin quruluşuna təsir göstərmir. Mürəkkəb xəbərlər. Mürəkkəb xəbərlər söz birləşmələrlə ifadə olunan xəbərdir. Buraya daxildir. İkinci növ təyin söz birləşmələri, qardaşım məktəb direktorudur. Üçüncü növ təyin söz birləşməsi, qardaşım məktəbin direktorudur. Məzdər tərkibləri ilə bugünkü əsas işim yeni videolar çəkməkdir. Yeni videolar çəkməkdir, olacaq məzdər tərkibi, feili sifət tərkibi. Bunlar dünən mağazadan aldıqlarımdır. Dünən mağazadan aldıqlarımdır feili sifət tərkibi. Və nəhayət mürəkkəb var. Bura Azərbaycan Tibb Universitetidir. Azərbaycan Tibb Universitetidir. Xəbərdir. Qeyri-təyini isim birləşmələri və birinci növ təyini söz birləşmələri demək olar ki, xəbər vəzifəsində işlənmir. Müəyyən istisnalar olur ki, mən növbəti dərsimizdə bu haqda danışacağam. Və yenə də bilmək lazımdır ki, feili bağlama tərkibləri də heç zaman xəbər vəzifəsində işlənmir. Nəticə çıxaraq, bugün nə öyrəndik? Xəbər nəyə bildirir? Xəbərlər ifadə vasitələrinə görə feili xəbərlər və isim xəbərlər adlanır və nəhayət xəbərlər də quruluşca sadə və mürəkkəb olur ki, bunlar haqqında məlumat verdim. Mən xəbərdə müəyyən çətin məqamlar haqqında növbəti dərsimizdə məlumat verəcəyəm. Əgər izahım xoşunuza gəlirsə, bəyənmə işarəsini tıklayın, kanalıma abunə olun, fikirlərinizi, eləcə də iradlarınızı yaxşı olar ki, bildirəsiniz. Sağ olun.